32-ci hissə. Hey, Alfred Jules Ayer. Kiminsə boş danışığını bilmək çox yaxşı olmazdımı? Belə də sizi heç zaman aldada bilməzdilər. Eşitdiyiniz və oxuduğunuz hər şeyi iki hissəyə, əhəmiyyət kəsb edənlərə və vaxt itirməyə dəyməyəcək mənasız çərənləmələrə ayıra bilərdiniz. Alfred Jules Ayer belə bir üsul tapdığına inanırdı. 1930-cu illərin əvvəllərində Avstriyada biraz yaşadıktan sonra Viyana Circle adlanan parlaq alimlərin və filosofların yığıncaqlarında iştirak etdikdən sonra Ayer mühazirələr oxuduğu Oxford Universitetinə qayıtdı. 24 yaşındaykən o fəlsəfə tarixinin çox hissəsinin əsl cəfəngiyyət olduğunu iddia edən bir kitab yazmışdı. 1936-cı ildə nəşr edilən o kitab Dil, Həqiqət və Məntiq adlanırdı və məntiqi pozitivizm adlanan elmi insan oğlunun ən böyük nailiyyəti sayılan hərəkatın mövqeyini təbliğ edirdi. Metafizika bizim anlayışımızdan kənarda var olan istənilən məfhumun araşdırılmasını əhatə edən bir sözdür və vaxtilə Kantın, Schopenhauerin və Hegelin marağına səbəb olmuşdu. Ayer üçün isə metafizika cəfəngiyyat idi. O bu məfhumun əleyhinə çıxırdı. Ayeri yalnız məntiqlə əsaslandırıla bilən və ya duyula bilən məfhumlar maraqlandırırdı. Metafizika isə bunların hər ikisindən xeyli uzaqlara gedirdi və elmi cəhətdən izahı olmayan reallıqlardan bəhs edirdi. Ayer bunu tamamilə faydasız bir şey hesab edirdi və ona diqqət sərf etməkdən qaçırdı. Dil, həqiqət və məntiqin araya çaxnaşma salması heç də təəccüblü deyil. Oxford Universitetinin bir çox qocaman filosofları bu kitaba nifrət edirdilər. Bu isə Ayer'in iş tapmasına böyük əngəllər törədirdi. Lakin Sokratla başlamış ənənəyə əsasən 1000 illər boyu filosofların gördükləri iş məhz araya çaxnaşma salmaq olmuşdu. Lakin bununla belə bir çox dahi filosofun əməyinə kölgə salacaq bir kitab yazmaq böyük cəsarət tələb edirdi. Ayer istənilən mənalı cümləni mənasız cümlədən ayırmaqdan ötürü ona iki sual verirdi. Məna baxımından bu doğrudurmu? Sübutu mümkündürmü? Əgər bu suallardan heç birinə pozitiv cavab alınmırdısa, o zaman cümləni mənasız sayır, onun mənalı və ya mənasız olduğuna dair qəti qərar verirdi. Yalnız hansısa məna kəsb edən və ya məntiqi cəhətdən sübut oluna bilən cümlələr filosofu üçün faydalı sayıla bilər. Bunu isə hələ dəqiqləşdirmək lazım idi. Məna etibarı ilə doğru olan cümləyə misal kimi dəvə quşu quşdur ifadəsini və ya bütün qardaşlar kişi cinsinə aiddir cümləsini göstərə bilərik. Immanuel Kantın terminologiyasına əsasən bunlar analitik iddialardır. Dəvə quşunun quş olmasından əmin olmaq üçün bunu bilavasitə yoxlamamız vacib deyil. Adın özü bunu artıq müəyyən edir. Və təbii ki, heç zaman qadın cinsini təmsil edən qardaşa malik ola bilmərik. Sübut edilə biləcək iddialar isə bunun əksinə, bizə ümumilikdə hansısa bir məlumat ötürə bilər. İddianın sübut oluna biləcək olması üçün onun təcrübələr və ya testlər vasitəsilə doğru və ya yanlış olması sübuta yetirilməlidir. Misal üçün, bütün delfinlər balıq yeyir ifadəsinin doğru və ya yanlış olmasını müəyyən etmək üçün delfin tapıb ona balıq verməliyik ki, görək yeyəcək yoxsa yox. Əgər delfin balıq yeməzsə, biz söylənən iddianın yanlış olduğunu müəyyənləşdirəcəyik. Lakin bu, Ayer üçün yenə də sübut edilə bilən bir iddia olacaq. Çünki sübut edilən deyəndə o iddianın həm doğruluğunu, həm də yanlış olduğunu sübut etməyi nəzərdə tuturdu. Sübut ediləcək iddiaların hamısı fakt iddialarıdır və onlar dünyanın necə təşkil edilməsi ilə bağlıdır. Onların doğru və ya yanlış olduğunu sübuta yetirmək üçün hansısa müşahidə və ya eksperiment aparmaq lazımdır. Onları yoxlamağın ən yaxşı yolu elmdir. Ayer'in iddiasına görə, əgər bir şey öz məğzi etibarı ilə düzgün deyilsə və təcrübə vasitəsilə sübuta yetirilə bilmirsə, o zaman bu elmin də bir əsası qalmır. Bu qədər sadə. Ayer'in fəlsəfəsinin bu hissəsi birbaşa David Hume'un əsərindən götürülübdür. Yarı zarafatla Hume təklif edirdi ki, fəlsəfə elmini yalnız illüziya və fərziyələr irəli sürdüyünə görə və bu testdən keçə bilmədiyi üçün yandırmaq lazımdır.
Ayer Hume'un ideyasını 20-ci əsrə uyğunlaşdırmışdı. Beləliklə, filosofların bəzilərinin saqqalı var cümləsinə baxsaq, bu iddia məna etibarilə düzgün sayılmaz. Çünki bu cəhət filosofların ortaq xüsusiyyəti deyildir. Saqqal saxlamayan filosoflar da var. Lakin bu sübut oluna biləcək iddiadır. Çünki biz filosoflarla görüşüb onların saqqalının olub-olmadığını yoxlaya da bilərik. Bunun üçün bir neçə filosofa müraciət edib onlardan hansılarının saqqallı, hansılarının saqqalsız olduğunu yoxlamalıyıq. Əgər onların arasında bəzilərinin doğrudan da saqqallı olduqlarını müəyyən eləsək, deməli yuxarıdakı iddianın doğruluğunu sübut etmiş sayılarıq. Və ya bir neçə yüz filosofu yoxlayandan sonra onların heç birinin saqqal saxlamadığı aşkar edilsə, onda iddianın yanlış olunduğunu sübuta yetirərik. Lakin yenə də biz dünyadakı bütün filosofları yoxlamadan bu iddianın yanlış olduğunu konkret şəkildə iddia edə bilməyəcəyik. Yanlış və ya doğru olmasından asılı olmayaraq bu iddia hansısa bir mənaya malikdir. Gəlin bunu başqa bir cümlə ilə müqayisə edək. Mənim otağım gözə görünməyən mələklərlə doludur. Bu cümlə öz məğzi etibarilə düzgün deyil. Bəs sübut edilə biləndirmi? Xeyr, onu sübut etmək də mümkün görünmür. Əgər mələklər gözə görünmürsə, onların mövcudluğuna dair heç bir sübut dəlil tapmaq mümkün deyilsə, onların otaqda olub-olmadıqlarını sübut eləmək də mümkün olmaz. Onlara toxuna və ya onları qoxlaya bilməzsiniz. Səs səmir çıxarmırlar, ayaq izi də buraxmırlar. Deməli, ilk baxışdan müəyyən məna kəsb etmə təsəvvürü yaratsa da, əslində bu cümlə hər cür mənadan məhrumdur. Yəni, mənasız bir iddiadır. Qrammatik baxımdan o düzgün cümlədir. Lakin sübut olunmaq baxımından onun nə düzgün, nə də yanlış olduğunu sübut etmək imkansızdır. Aradakı fərqi anlamaq da çətindir. Mənim otağım gözə görünməyən mələklərlə doludur cümləsi ilk baxışdan bizə hansısa mənaya malik imiş kimi görünür. Ayer'in dediyi isə odur ki, bu cümlə poetik səslənə bilər, ədəbi baxımdan da hansısa faydası ola bilər. Lakin real dünyada onun insanlığa heç bir faydası yoxdur. Ayer yalnız metafizikanı tənqid etmirdi. Etika ilə dini də özünə hədəf seçmişdi. Misal üçün onun gəldiyi ən cəsarətli nəticə əxlaqi düşüncənin mənasızlığına dair iddiadır. Bu iddia çox qəribə səslənir. Lakin iki sual üsulundan istifadə etdikdə əxlaqi məsələlərlə bağlı gəldiyimiz nəticə məhz elə olur. Əgər siz işgəncə pisdir desəniz, bu sadəcə işgəncə harayına ekvivalent olar. Bu zaman siz hansısa bir iddia irəli sürmürsünüz. Sadəcə bu məsələ ilə bağlı şəxsi emosional münasibətinizi göstərirsiniz. Çünki işgəncə pisdir cümləsi öz məğzi etibarilə düzgün deyil və sübut edilə biləcək bir fakt da deyil. Onu isbat etmək üçün heç bir eksperiment aparmaq mümkün deyil. Utilitar Jeremy Bentham və John Stuart Mill isə əldə ediləcək xoşbəxtlik dərəcəsini ölçməyi mümkün saydıqlarına görə, uzaqbaşı bunun əksini də iddia edə bilərdilər. Buna görə də Ayer'in analizlərinə əsasən işgəncə pisdir iddiası doğru və ya yanlış olması isbat edilə bilməyən və tamamilə mənasız bir iddia idi. Xeyirxahlıq yaxşıdır deyəndə siz sadəcə xeyirxahlıq haqda hansısa fikirdə olmadığınızı göstərirsiniz. Sanki xeyirxahlıq, ura deyə hayqırırsınız. Ayer'in emotivizm kimi tanınan etika nəzəriyyəsinin də məhz ura şəklində təqdim edilməsi bizə heç də təəccüblü görünmür. Bəzi insanlar Ayer'in bununla əxlaqın heç bir əhəmiyyəti yoxdur və istədiyinizi edə bilərsiniz dediyini düşünürlər. Əslində isə belə deyil. O sadəcə bildirirdi ki, bu məsələləri dəyərlər baxımından müzakirə etmək olmaz. Lakin o həm də inanırdı ki, müzakirələr faktlar əsasında aparılmalıdır. Çünki onlar yoxlana bilən real faktlardır. Dil, həqiqət və məntiq kitabının növbəti başlığında Ayer Tanrı haqda müzakirələr aparır. İddia edir ki, Tanrı mövcuddur iddiası nə doğrudur, nə də yalan. Yenə də bu iddia onun düşüncəsinə görə mənasız idi. Çünki iddia öz məğzi etibarilə doğru deyildi və Tanrının varlığını sübut və ya inkar edəcək hansısa bir təcrübə aparmaq da mümkün deyildir. Beləliklə, Ayer nə teist, nə də ateist idi.
O, Tanrı mövcuddur ifadəsinin insanların uydurduqları növbəti mənasız iddia olduğunu düşünürdü. Bəzi insanlar bu mövqeyi ikteizm də adlandırırlar. Beləliklə də Ayer Tanrının varlığı haqda bütün müzakirələri mənasız sayan insanlardan biri, yəni ikteist idi. Bütün bunlarla yanaşı Ayer həyatının sonlarında balıq sümüyü ilə boğulduğu və huşunu itirdiyi zaman bir şok keçirmişdi. Ürəyi 4 dəqiqəliyinə dayanmışdı. Bu zaman o, qırmızı işıq və kainatın sahibləri sayılan 2 nəfərin söhbət etdiyini aydın şəkildə görmüşdü. Bu görüntü onu Tanrıya inanmağa məcbur etməmişdi. Lakin ölümündən sonra insan beyninin işləməsi haqda düşüncələrini sual altına almışdı. Təəssüf ki, Ayer'in məntiqi pozitivizmi özünü məhv etmək üçün alətlərə malik idi. Nəzəriyyə özü öz testini keçə bilməmişdi. Əvvəla nəzəriyyənin məğz etibarilə doğru olub olmadığı aydın deyildi. İkincisi, onun doğru və ya yanlış olduğunu isbat edə biləcək təcrübə və ya müşahidə aparmaq mümkün deyildi. Beləliklə, nəzəriyyə öz standartlarına görə də mənasız idi. Fəlsəfəni necə yaşamağa dair suallara cavab tapmaq üçün bir vasitə sayanlar Ayer'in fəlsəfəsindən əsla faydalana bilməzdilər. Bir çox vasitələrlə daha faydalı görünən ekzistensializm 2-ci Dünya müharibəsindən dərhal sonra Avropada vüsət tapan bir hərəkat idi.